Salam, xoş gördük hamınızı yeni bir vlogda. Bu gün sizi belə salamlamaq istədim. Artıq gecədir, saat 10-dur, axşam saat 10-dur. Mən elə işlərimi bitirməmişəm, çünki birdən axlıma gəldi ki, mən nəsə belə bir şey hazırlayım. Çünki evdə süd qalmışdı. Süd də xarab olacaq idi da, ona görə dedim xarab olmasın deyə gətirim belə keks kimi elədim. 3 sloydu. Əslində 2 dənə elədim, sadəcə hərəsini böldüm. 3 dənə elədim, birində üstünə oxaq kimi elədim. Süddən də zavarnoy kremi elədim. Evdə yağ da var idi elə. Qatdım, zavarnoy krem elədim, belə bir şey alındı. Dedim süd xarab olmasın da, heyfdir ona görə. Bir də bunu elədim, bunu sadəcə bu başımın kreminə qarışdı, biraz üstü ötdü, amma yanı yemək olur da, elə bir yanıq deyil. Çünki burada bezidir deyə, bezlə ərik mürəbbəsini, əriyin cemini qatıb döymüşəm deyə biraz belə oldu, amma yanmış deyil də, yeyilməlidir. İndi bunu belə hazırladım ki, artıq sabahdan işə çıxıram da, bir həftə gedə bilmədim Saraya görə. Xəstə oldu, mən də evdə qaldım, ona görə gedə bilmədim. İndi sabahdan işə gedirəm deyə dedim elə işə də aparım. İndi bundan kəsif götürəcəm, bir hardasa belə kəsərəm. Yeyilsin bu orta hissəsini apararam işdə. Müəllimələrlə oturaq çay içək boş vaxtımızda. Onsuz da sabah demək olar bütün gün orada olacağam. Bu qədər də qab yığılıb. İndi mən bunların hamısını yumalıyam. Suşulkanı yığmalıyam. Bunları yumalıyam gecə vaxtı. Əsas odur ki, Sara yatıbdı. Şükür ki, Sara yatıbdı. Günorta yatmadı deyə ona görə saat 9-da artıq yatdı. Bu keks, bundan da piroqdan qoymuşam. Yaxşı yerlərini seçib qoymuşam. Yəni yanıq yerlər deyil. Aça bilirəm, belə yaxşı yerlərini seçib qoymuşam ki, sabah elə bundan da orada oturaq çay içək. Onsuz da marketdən nəsə alırıq həmişə. Elə bunlarla oturub sabah çay içərik. İnşallah. Bu qədər. İndi işlərimi də bitirim. Gedim mən də artıq yatım. Bu neçə gün elə yorulmuşam ki, elə biləm nə qədər dincəlsəm də yorğunluğum çıxmaz. Ona görə işlərimi bitirim. Bir dənə qab yumaq qalıb, onu da yum. Gedim. Mən də uşaqlar yatmışkən mən də yatım, dincəlim. İnşallah vlogun davamını sabah sizin üçün çəkərəm. Artıq evdən yox, istəyirəm bunun davamını evdən yox. Artıq nə bilim belə işdən, mağazinə getsəm, mağazindən belə çəkim. Çünki axır vaxtı yaman çox ev vloqları çəkdim. Elə biləm sizi də yoruram artıq. Ona görə biraz çöldən də nəsə çəkəcəm sabah inşallah sizə. Bir daha salam, xoş gördük yenə hamınızı. Bugün səhəri gündür, mən hazırlaşıram, gedim işə. Bunları da belə qoydum, belə tortdan bu qədər kəsdim, götürdüm. Yanına da bıçaq qoymuşam ki, orada birdən bıçaq olmaz. Əslində var, orada hər şey var, boş qafilka, hər şey var. Çünki orada tez-tez ad günü falan keçirirlər, hər şey ona görə var. Sadəcə mən yenə də dedim, götürüm, birdən nəsə olar da. Belə, indi bunu götürüm. Hər şeyi də hazır eləmişəm, yemək, hər şey hazırdır. Özüm də tez gedim, inşallah bugün sizə yenə nəsə çəkərəm. İşdənmi, harasa mağazinə getsəmmi, biraz istəyirəm nəsə dəyişiklik bir şey olsun. Sizə də göstərim. Hə, dedim sizə göstərim. Belə, sup da hazır eləmişəm. İndi deyəcəksiniz ki, nə tez-tez sup pişirirsən. Sadəcə uşaqlar sevirlər deyə, həm də bu tez hazır olan yeməkdir də. Bugün də vaxtım az idi, 1 saat vaxtım vardı. Ona görə elə tez bunu hazır elədim. Bulyon olanda lap rahat olur. Hinduşka ətin bulyonu var idi, elə ona hazırladım. İndi də beləcə bunları da bu üzə qoyun, bura gün vurmasın. Amma yox, elə götürün, bura qoyun. Burada daha rahatdır, gün vurmur o elə də. İndi götürün bunu. Bu da mən tripoddur. Bunu artıq demək olar ki, 1 ildə almışım. Keçən il 8 martda hədiyyə almışdı yoldaşım mənə. Elə hələ də işlədirəm bunu, çox rahatdır. Belə işığı da yanır. İşığını yandırıram, belə çəkirəm, onda rahat olur. Bunu da qoyum yerinə. Hər şey hazırdır. Mən də tez qaçım gedim işə.
Da görün nə gözəldir. Qardan sonra belə hava adama xoş gəlir. İndi yəqin ki, hər yerdə belədir məncə. İşə də gəldim, çatdım. Çayımı da süzürəm. Stakanı həmişə çaşkamı özümlə götürürəm. Qaydanda evə gətirirəm. Sonra səhərlər qaytarıram özümlə. Çünki orada elə bir hamı götürür, içir də, istəmirəm elə. Ona görə mən ki özümlə aparıb gətirirəm. Burada da müəllimə çox sağ olsun, yaşıl çay verdi mənə. Düzdür, yaşıl çay mənə biraz narahat edir, amma hərdən içəndə heç bir ziyanı olmur. Bu da mənim məktəbə qədər qrupumdur. Birinci bunlara dərsimi keçirəm, məktəbə qədərdilər. Yazmağı öyrənirik, hərfləri öyrənirik, oxumağı öyrənirik. Sonra artıq bunlardan sonra böyük qruplarım gəlir. Böyük deyəndə 3-cü, 4-cü, 2-ci siniflərdir. 4-cü sinifdən yuxarı götürməmişəm heç vaxt. Hələ ki bunlarla məşğul oluram. Bu da bizim balaca şirinlərimizdir. Kursumuzun mələkləridir. Bunlarla biz hərdən belə videolar çəkirik. Özümüzün səhifəmiz var, kursumuzun səhifəsi var. Instagramda orada paylaşırıq. Bu şirinlərimizlə belə videolar çəkirik ki, uşaqlara da maraqlı olsun. Ancaq dərs hər gün eyni şey olsa, uşaqlara da maraqsız olar. Amma belə hərdən belə oyunlar eləyirik, belə videolar çəkirik uşaqlarla ki, onlara da maraqlı olsun, əylənsinlər. Bunlar da bizim lap balaca şirinlərimizdir, ən balacalarımızdır bunlar. 3-4 yaşındakı uşaqlarımızdır. Bunlarla da əyləncəli oyunlar keçiririk, maraqlı olsun deyə. Mən bunlara rus dili dərsi keçirəm, amma maraqlı olsun deyə maraqlı keçirəm. Oyunlarla, belə rəsmli kitablarla keçirəm ki, uşaqlar da maraqlı olsun. Çünki bunlar balacadır hələ ki. Gəlmişəm uca məktəbə. İndi uşaqlar çıxasıdırlar. Marketdən də belə bir şey aldım. Kuruz. Saraya alıram ki, bağçadan çıxanda ona nəsə verməliyəm ki, maşında sakit otursun, yesin. Mən də rahat gəlim. Bunu da qızlara aldım. Bildim ki, görəcəklər, deyəcəklər ki, mama bizə niyə almıyorsunuz? Hərəsinə bir dənə aldım. İndi də gedim qızların dalınca uca. Çoxdan da sizin məktəbimizi çəkmirəm. Bir çəkim, məktəbdə oxuyanlar var, bitirənlər var, baxırlar vloqlara, məktəbi görsünlər. Qabaq belə deyildi də məktəb. Məsəl üçün, mənim yoldaşım oxuyanda savsem başqa cür imiş. Sonra tikib, söküb, təzədən tikiblər. Belə olubdu. Mən də ən xoşladığım, həmişə də bu dağları çəkirəm. Çünki ən xoşladığım burada bu dağlardır. Qar yağanda, duman olanda elə qəşəng görsənirlər. Mənim qızlarım da gəlirlər. Yaxşı gəlmişəm. Vaxtında gəlirlər. Bu da günün sonu. Saranı bağçadan götürürük, все, gedirik evə. Çalışdım sizin üçün nəsə çəkim. İndi inşallah gələn vloqlarda görüşərik. Sağ olun. Ay.